Salam əziz tamaşaçılar, mübarək Ramazan günlərində hər birinizi xoş gördük. Ramazan ayı eyni zamanda Quran ayıdır. Uca Allah Quran-ı Kərimin bu ayda nazil olduğunu bizə bildirir. Bəs Quran-ı Kərimin Ramazan ayında nazil olması nə məna ifadə edir? Ramazan ayında Quran-ı Kərimlə münasibətimiz necə olmalıdır? Bax, bu mövzuları müzakirə edəcəyik. Həmsöhbətim Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibovdur. Aslan müəllim, xoş gəlmişsiniz. Xoş gördük, təşəkkür edirəm. Ramazanın 20 gününü artıq demək olar ki, geridə buraxdıq və son 10 günə daxil oluruq. Ramazan ayını əlamətdar edən hadisələrdən biri də, məqamlardan biri də məhz Quranın bu ayda nazil olmasıdır. Bu baxımdan Ramazan ayı eyni zamanda bir Quran ayıdır. Quran-ı Kərim Ramazan ayında nazil olub. Ramazan ayında nazil olmasının bizim üçün, möminlər üçün mənəvi və praktik əhəmiyyəti nədən ibarət ola bilər? Təşəkkür edirəm Kövsər müəllim. İcazə versəniz, əgər ilk öncə bizim əziz tamaşaçılarımızı bu mübarək ay münasibəti ilə təbrik edeyim. Rəbbimdən bu ayda hər birinin bağışlanmış olaraq bu ayı idrak etmələrini və bu ayı tamamlamalarını Allah'tan arzulayaq. Amin. Bəli, çox önəmli bir məqama toxunduq və Ramazan ayının önəmli bir dövrünə gəldik. Hani məşhur rəvayətdə Ramazan ayı ilə əlaqədə 3 hissəyə bölünürdü və 3-cü hissə də nə idi? Günahlardan təmizlənmə idi. Bu, eyni zamanda Quran-ı Kərimin də nazil olma dövrünə təsadüf edir. Quran-ı Kərimin nazil olduğunu Quran-ı Kərim özü Ramazanda bəyan edir. Estağfirullah, şəhru Ramazanəl-ləzi unzilə fihil Quran. Ramazan ayı elə bir aydır ki, onda Quran-ı Kərim nazil olmuşdur. Və Qədr surəsində də İnna ənzəlnahu fi leylətil qadr deməklə bunun Qədr gecəsində, mübarək bir Qədr gecəsində nazil olduğunu bildirir. Quranın nuzulu ilə əlaqədar olaraq bəhs olunan rəvayətlərdə, yəni Həzrəti Peyğəmbərdən gələn rəvayətlərdə, yəni Qədr gecəsini soruşulanda son 10 günün tək günlərində axtarın. Deməklə əslində Ramazan, Quran-ı Kərimin də son 10 gündə nazil olduğunu göstərir. Bizim də verilişimiz tam demək olar ki, həmin günə təsadüf edir. Quran-ı Kərim necə bir kitabdır? Quran-ı Kərim özünü belə tərif edir. Estağfirullah, hudən lil muttaqin. Müttəqilər üçün yol göstərici kitabdır. Təbii ki, Allahın izni ilə doğru yolda olan birisi üçün bu başqa bir məna ifadə edir. Amma Quranın nazil olduğu dövrdə insanların inanc və düşüncələrinə baxdığımız zaman Quranın bir hidayət rəhbəri olaraq nazil olmasının nə qədər böyük əhəmiyyət kəsb etdiyini anlaya bilərik. Məsələn, nümunə versək, insanlar bütlərə sitayiş edirlər. Öz əlləri ilə yonduqları, öz əlləri ilə düzəltdikləri bütlərə sitayiş edirlər. Hətta və hətta o qədər maraqlı və gülünc bir vəziyyətdir ki, halvadan büt düzəldərək sonra da ona sitayiş edərlər və acdıqları zaman da o bütü yeyərdilər. İndi belə bir zamanda, bunun xaricində insanlıq o qədər acımasız bir hala gəlmiş ki, artıq yol keçən, birinin başını kəsir, birini öldürür və ya onun malını əlindən alır və ya qənimət olaraq götürür. İllərlə bir-birlərlə müharibələr edilir. Bu vəziyyət. Qız uşaqlarını diri-diri bastırırlar. İndi belə bir zamanda Quran-ı Kərim insanlara insanlığı xatırladacaq düsturları gətirir. Hidayət rəhbəri budur. Bu baxımdan da bunun məhz Ramazandan nazil olmasında bir ayrı dəyəri vardır deyə düşünürəm. O da nədir? Ramazanın insan həyatının ən önəmli nöqtəsi insanın nəfsinin tərbiyə edilməsidir. Düşünün, Ramazandan bir gün qabaq siz yeməyinizi yeyirsiniz və içəcəklərinizi içirsiniz. Amma içməsəniz evdə, yemək yemədən evdən çıxa bilmirsiniz, gün boyu yemək yeməsəniz də özə bilmirsiniz. Amma Ramazan gəldiyi zaman Allahın əmridir deyə siz sahurla, yəni o başlana ilə iftar arasındakı müddəti yemək, içmək və sair işlərdən özünüzü saxlayırsınız. Yəni bir növ siz azad bir şəkildə ruhunuzu tərbiyə edirsiniz. Belə bir zamanda, yəni bu nə üçündür? İnsanın nəfsin tərbiyəsi nə üçündür? Allahın rızasını qazanmaq, ahirətdə də onun vəd etdiyi o mükafatlara nail olmaqdır. Ramazan ayında daha çox Quran oxunur. Bu ayda biraz da ibadət
əhval-ruhiyyəsini artırmaq üçün və ya bunun verdiyi motivasiya ilə Qurani-Kərimə daha çox yönəlirlər. Burada bir məsələ ortaya çıxır, bir sual ortaya çıxır. Qurani-Kərimi oxumaq və eyni zamanda yaşamaq. Yəni bunlar bir-birini nə qədər tamamlaya bilər? Hər ikisi vacibdir. Əlbəttə ki, bunların yolu Qurani-Kərimi oxumaqdan keçir. Qurani-Kərim oxumaq həm bir mənəvi əhval-ruhiyyə verir insana, bir savab tərəfi var, bir də onun yaşantı tərəfi var. Yəni, bəlkə də əhəmiyyəti buradan irəli gəlir ki, bu Ramazanda bir fürsət tapıb Qurani-Kərimlə daha çox yaxından ünsiyyətdə olsaq, o biliklərimizi daha artıra bilərik. Allahın buyruqlarını daha yaxşı görə bilərik. Bax, bu məqamda istərdim ki, bax, oxumaqmı, yaşamaqmı, buna aydınlıq gətirəsiniz. Kövsər müəllim, şübhəsiz Qurani-Kərim əməl olunmaq, tabi olunmaq və əməl olunmaq üçün göndərilib. Yəni, bir hidayət rəhbəridirsə, siz nə vaxt o sizin üçün bir məna kəsb eləyəcək, o vaxt ki, siz onun dediklərini yerinə yetirirsiniz, buyruqlarını yerinə yetirirsiniz. Bu şübhəsiz ki, belədir. Yəni, Qurani-Kərim sadəcə oxunmaq üçün deyil, eyni zamanda anlaşılmaq və həyata tətbiq etmək üçün göndərilib. Amma bir məsələ var. İndi bəzi reallıqları başa düşmək lazımdır. Birincisi, bir şey qeyd, Qurani-Kərim Allah kəlamıdır. Elə deyilmi? Evet. Allah kəlamı olduğuna görə bu insana ayrı bir duyğu, his verir. Onunla qarşılaşan insana. Bir ikinci nöqtəsi ondan ibarətdir ki, siz də qeyd etdiyiniz kimi, həyata tətbiq edə bilmək üçün oxumaq lazımdır. Bu baxımdan Qurani-Kərimin oxunması və həyata tətbiq edilməsi bir bərabər olur. Ancaq bir şey daha var. Yaxşı, oxunmaq kifayət edirmi? Xeyr. Anlamaq lazımdır. Onu başa düşmək lazımdır. Yəni orada hansı buyruqlar var? Allah nəyi qadağan edir, nəyi əmr edir? Bunları da anlamaq lazımdır. Doğrudan da Allah və onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib, kamil ədəb ərkanla salamlayın. Bəzən belə bir yanlış təsəvvür formalaşır. İnsanlar sadə bir şəkildə Quranın hər hansı bir tərcüməsini əllərinə alaraq oradan özlərinə uyğun mənalar çıxardıldığının biz şahid oluruq, görürük. Yəni, Qurani-Kərim onu anlamağın, ona izah verməyin müəyyən bir metodologiyası, qaydası var. Bu bir ixtisas sahəsidir, bunun biliciləri var. Bax, istərdim bu məsələyə də bir toxunasınız. Yəni, Quran adına danışarkən nələrə diqqət etmək lazımdır? Allahın adından yalan danışmaq, Allahın kitabını yanlış, istədiyimiz kimi yozumlamaq, bu Qurana qarşı münasibətdə necə bir yer tutur? Çox önəmli bir nöqtəyə toxundunuz. Yəni, hər bir sahənin mütəxəssisləri vardır və hər kəs də o mütəxəssislərdən o sahənin yəni incəliklərini öyrənməyə çalışır. Şübhəsiz din sahəsinin də, Quranşünaslığın da mütəxəssisləri vardır. Bu tarix boyu da belə olmuşdur. Şübhəsiz insanlarımız bugün biz buna şahid oluruq. Yəni bir Quran tərcüməsindən Qurani-Kərimi anlamağa çalışırlar. Amma bunu unutmayaq ki, tərcümələr bəli Qurani-Kərimi müəyyən qədər insanlar izah edir, amma tərcümələr özləri də yeri gəldiyində izaha möhtac olurlar. Biz buna şahid oluruq və qeydlərlə tərcümələr izah edir. Yəni bir növ tərcümə təfsirin xülasəsi şəklində başa düşmək olar. Amma yenə də ehtiyac duyulur. Və bir də çox önəmli nöqtəyə də toxunuruz. Allah adına danışmaq. Çünki Quranı tərcümə etmək, Quran-Kərimin ayələrini insanlara çatdırarkən bir nöqtəni xüsusilə diqqət çatdırmalıdır. Siz Allah adına danışırsınız. Nə deyirsiniz? Allah burada belə deyir. Burada əmin olmadıqca, xətadan yəni uzaq qalmadıqca insan böyük bir sıxıntıya düşə bilər. Ona görə də Qurani-Kərimi şübhəsiz həyata tətbiq etmək üçün anlamaq lazımdır. Anlamaq üçün də düzdür, hər bir, bu nöqtəni bir vurğulamaq lazımdır. Hər bir insanın ərəb dilini öyrənib Qurani-Kərimin anlaşılmasında lazım olan o qayda qanunları, o elmləri bilməsini gözləmək olmaz. Unutmayaq ki, tərcümə nəticədə bir insan məhsuludur. Və burada müəyyən səhv yanaşmalar ola bilər ki, çünki elə olmasaydı ən azından başqa tərcümələr ortaya çıxmazdı. Çünki bir tərcüməçi əksik gördüyü nöqtələrə baxaraq yeni tərcümələr edər. Bu baxımdan
Allah adına danışarken bu meselede çok dikkatli olmak lazımdır. Ve en önemli nokta da bu sahanın mütehassisleriyle bu meseleleri halletmek lazım. Yoksa sadece bir tercüme alarak bu işi yürütmek mümkün değil. Ya da size bir mesele diyeyim. Bakın Kur'an tefsir tarihine baktığımız zaman yazılan tefsirlerin 99%'inden çoğu Ərəbcədir. Yani bu o demektir ki hatta Kur'an-ı Kerim'in Ərəbcəsi belə tefsire mühtaçtır. O açıklamaya mühtaçtır. Bunun için de Azerbaycan yani öz dilim, doğma dilimizde de istifade ederken de bunun izaha mühtaç olduğunu unutmamak lazımdı. Çünkü Allah adına danışılır, Allah adına karar verilir, Allah adına yani Allah'ın burada məqsədinin, muradının ne olduğunu izah etmeye çalışırsa o da hakikaten de çok ciddi bir meseledir. Aslan müəllim, belə bir yanlış təsəvvürün də şahidi oluruq bəzən. Quran-ı Kərimi insanların həyatlarından kənarda tutmalarının bəzən ifrata və təfritə varan səbəbləri olur. Bu nədir? Bəzi insanlar olur ki, Quran-ı Kərimi gözlərində çox böyüdürlər. Bu kitabdan biz heç bir şey anlaya bilmərik. Biz kimik ki, Quran-ı Kərimi oxuyaq, anlayaq. Ona toxunmaq olmaz, ona ancaq bilicilər toxunar şəklində belə bir yanaşma var. Bəzən də bunun tam tərsi, əslində Quranda bir şey yoxdur. Quran 1400 il əvvəlin kitabıdır, orada vurğulananlar hamısı bir-birinin təkrarıdır şəklində iki cəhətdən baxırsınız ki, ifrat və təfrit arasında Quran-ı Kərimi həyatdan çıxarmağa çalışılır. Ümumilikdə Quran-ı Kərim necə bir kitabdır? Hər kəsə xitab edən tərəflər var, mütəxəssislərə xitab edən tərəfləri var. Sadə insanlar, heç bir dini biliyi olmayan insanlar və ya az bir dini biliklə Quran-ı Kərimə yanaşan insanlar oradan istədiklərini tapa bilərlərmi? Yəni oradan Allahın buyruqlarını oradan görə bilərlərmi? Yoxsa tamamilə bu kitab başa düşülməz bir kitabdır? Buna dair istərdim fikirlərinizi alaq. Kövsər müəllim, Quran-ı Kərimdə sizin de yaxşı bildiğiniz gibi Kur'an'ın müteşabih olduğuna dair 3 ayeden bahsedilir. Birinde Kur'an-ı Kerim'in kitabın uhkimet ayatu thumme fussilet de buyurur Estağfirullah. Bir diğerinde Allahu nezele ahsenel hadithi kitaben müteşabihen methani. Üçüncüsünde ise bunlardan bir minhu ayatun muhkematun ve hunne ummul kitabi ve uharu müteşabihat. Bu ayelere baktığımız zaman bir ayede Kur'an'ın tamamının mühkem olduğu, bir başka ayette tamamının müteşabih olduğu, üçüncü bir ayette ise bir hissesinin mühkem, bir hissesinin müteşabih olduğu zahiren böyle görülür. Ki buna biz tefsir usulunda müşkilül Kur'an deriz. Ama Ehl-i Beyt imamlarından nakl olan bir rivayet var. Çok maraqlı bir rivayet. Ben bu ayet hakkında düşünürken yani bir tezat mı var diye fikirleşirken böyle bir izahla karşılaştım. Diyor ki Kur'an hakkında hiçbir malumatı olmayan bir insan için tamamıyla müteşabihtir. Müteşabihi de izah edek tamaşaçılarımız için yani karışık gelen, birbirine benzeyen, karışık gelen, ilk bakışta insanı anlaşılmasında çetinlik töreden ayeler. Diyor ki Kur'an'ın tamamı müteşabihtir. Yani Kur'an hakkında hiçbir malumatı olmayan bir insana Kur'an-ı Kerim tamamıyla kapalıdır ve karışıktır. O anlamasında sıkıntı var. Kur'an-ı Kerim hakkında müeyyen kadar malumatı olan insan için bir hissesi mühkemdir. Yani anlaşılmasında ayrı bir delile, subuta ihtiyaç yoktur. Bir hissesi de müteşabihtir. Yani mühkem ayelerin yardımıyla anlaşılabilen karışık, ilk defa karışık gelendir. Üçüncü hisse ise Kur'an-ı Kerim hakkında malumat sahibi olan, elimde derinleşen, rusuh sahibi dediğimiz rasihler için Kur'an-ı Kerim'in tamamı mühkemdir. Yani bu neyi gösterir? Bəli, Kur'an'la münasibette insanlar muhteliftirler. İnsan vardır, Kur'an-ı Kerim hakkında hiçbir malumatı yoktur. Yani tamam Kur'an Allah'ın kelamıdır. Allah tarafından nazil edilmiştir. Hidayet rehberidir falan. Bunları kabul eder bir Müslümanları. Ama dil bakımından Kur'an'ı bilmez, Kur'an'ın nuzul prosesini bilmez vesaire. Bu adam için Kur'an-ı Kerim'in tamamı müteşabihtir. Ama Kur'an-ı Kerim'de elimde mükemmelleşmiş, en üst seviyeye çıkmış bir adam içinse Kur'an-ı Kerim'in tamamı mühkemdir. Diğerleri ise bir hissesi mühkem, bir hissesi müteşabih. Yani sizin qeyd ettiğiniz suala geldikdə, bəli, insanlar bu noktada iki cür yanaşırlar. Kimisi Kur'an-ı Kerim'e aman ha bundan hiçbir şey başa düşmeyeceği deyirlər. Kimisi ise burada hiçbir şey yoktur, tekrardır vesaire. Her ikisi de ya ifrattır ya tefrittir. Biraz evvelki sualda biz qeyd ettiğimizde dedi ki, bəli, Kur'an-ı Kerim'in
anlaşılmasında mütehassislere yardım etmek, mütehassislere müracaat etmek lazımdır. Ama bu o demek değil ki insanlar Kur'an-ı Kerim'de hiçbir şey anlamayacaklar. Mesela tercümeden anlayacaklar. Niye onu anlamasınlar? Yani insanlar sadece biz Kur'an-ı Kerim'in tamamından bahsediyoruz. Kur'an-ı Kerim'de bazı öyle ayetler var ki buna mutlak mütehassis gözüyle bakmak lazımdır. Diğerden Kur'an-ı Kerim'in nece bir kitap olduğunu bilmedikleri için orada tekrarlar var, orada Kur'an-ı Kerim'de hiçbir şey yoktur diyenler geldikte aslında bir şeyi unuturlar. Kur'an-ı Kerim şifai bir kitaptır. Ve 20 ilden çok bir müddet erzinde hisse hisse parça parça nazil olmuştur ki bu proseste birçok hadise tekrarlanmıştır ki ve çok önemli hadisedir diye tekrar bu hadiseler hakkında Kur'an-ı Kerim'de ayet nazil olmuştur. Yani Kur'an-ı Kerim'i bir işin maraqlı tərəfini qeyd edeyim. 90'larda hatırlayarsınız belki Karvan Jurnal diye bir jurnal vardı. Bu jurnalda Rahmetli Vasim Mehmet Aliyev ve Ziya Bünyadov'un Kur'an tercümelerinden her sayısını bir cüz tercüme verilirdi. O vakti ilk defa olarak Azerbaycan içtimaiyeti Kur'an tercümesiyle rahat bir şekilde tanıştı. Ondan evvel Rusça'ya tercüme falan vardı ama bu geniş kütleye yayılmamıştı. Ama artık halk arasında yayılmaya başladı. Bazıları çok maraqlı reaksiyalar gösterdi. Kur'an budur. Çok karışıktı, çok dağınıktı, mevzular karışıktı. O sanki ne gözlürdü? Müasir dövrün kitap anlayışını gözlürdü. Plan şekilde yazılır. Bir giriş, birinci fəsil, ikinci fəsil, netice, edebiyat, siyasi. Bu şekilde bir kitap gördü. Yani masada yazılmış bir kitap. Halbuki Kur'an öyle değil. Öyle bir kitap değil. Kur'an hayatın nəqlidir. Hayatın bir içinden bir kitaptır. Yani Kur'an sanki Hazreti Peygamber'in bedeninden istifade eden canlı bir varlıktı o dövrlerde. İnsanlarla gülen, insanlarla əsəbləşən, insanlarla üzülen, yani sahabelerle, diğerleriyle üzülen, sevinen bir canlı kimiydi? Yeri geldiğinde əsəbləşir, yani intikamdan bahsedir, yeri geldiğinde merhametin en üst seviyesinden danışır. Yeri geldiğinde bağışlanmaktan bahsedir, yeri geldiğinde asla bağışlamayacağından bahsedir. Canlı bir parça gibi, varlık gibi. Ona göre Kur'an-ı Kerim'i ele başa düşmek lazım. Yoksa orada 7. əsrdə gelmiş bir kitap değil. Bakın burada bir nöqtəni də toxunun. Bir nefer bu Kur'an-ı Kerim'in ayetlerinin nuzulu ile alakadar olarak İmam Sadık'tan bir rivayettir. İmam Sadık der ki birine sual verir. Der Kur'an-ı Kerim'de bir ayet bir nefer hakkında nazil olmuş olsa bu adam ölse o ayet de ölecek mi? Sonra özü cevabını getirir ki hayır, Kur'an-ı Kerim nazil olduğu dövrden kıyamete kadar ayakta kalacak bir kitaptır. Her bir insan orada özünün bədbəxtliyi ve xoşbəxtliyine dair bir şeyler tapacaktır. Bu o demektir ki bəli Kur'an-ı Kerim'de yani 6248 ayet veya 6336 ayet, bu ayelerin hamısı bizim hayatımızda, her bir ferdin hayatında karşılaşabileceği bir şey olmayabilir. Ama bunu da kabul etmelidir ki her bir fert yaşadığı dünyada yaşadığı müddette mutlaka Kur'an-ı Kerim'deki birçok ayet ile muhatap olacaktır. Həqiqətən Allah istədiyi kimsəyə hesabsız ruzu verir. Həqiqətən Quran-ı Kerim bir şifahi xitapdır və müəyyən tarixi hadisələrin içərisində nazil olub. O baxımdan onu o şəkildə anlamaq və onun mənaları arasında o şəkildə dolaşmaq lazımdır. Bir məsələni də qeyd etmək istəyirəm. Cəmiyyət arasında yanlış bir təsəvvür də var. Quran-ı Kərimin mənalarını bilmədikdən sonra onu oxumaq boş bir fəaliyyətdir kimi, lazımsız bir fəaliyyətdir kimi fikirlər dolaşır. Bu da əslində bizim müsəlman ənənəsində olan bir adətdir. Quran-ı Kərimə Peyğəmbərimizdən gələn rəvayətlərlə, onun müjdəsi ilə, insanlar onun mənasını bilməsə belə, onun mətni ilə ünsiyyətdə olmaq, onu dillərində bir zikrə çevirmək, onu oxumaq belə bir ibadət olaraq, savab olaraq, mənəvi bir hal olaraq insanlara yetir. Amma əslində təbii ki, Quran-ı Kərimin əsl məqsədi yaşanmaq və həyata tətbiq edilməkdir. Quran-ı Kərimi bu gözlə oxumaq lazımdır. Digər tərəfdən Quran-ı Kərim ümmi bir kitabdır. Yəni Quran-ı Kərimi açıb oxuyan insan Allahın nəyi haram buyurduğunu, nəyi halal buyurduğunu, nədən çəkindirdiyini, nəyə inanmalı olduğumuzu, əxlaqi qaydaları çox açıq şəkildə, bariz şəkildə orada görə bilər. Aslan müəllim, mən sizə çox təşəkkür edirəm. Gəldiyiniz üçün və Quran ayında Quranla bağlı biliklərimizi təzələdiyiniz üçün minnətdaram.
Mən təşəkkür edirəm. Çox sağ olun. Əziz tamaşaçılar, bu dəfəki verilişimizdə Ramazan və Quran-ı Kərim münasibətlərini müzakirə etdik. Verilişimizin çəkildiyi bu vaxtlar eyni zamanda Bahar bayramına təsadüf edir. Bir neçə ildir ki, Ramazan ayı Novruz bayramı ilə üst-üstə düşür. Bir baxıma iki sevinci bir arada qeyd edirik. Bu münasibətlə əziz xalqımızı təbrik edir. Həm Novruzun, həm də Ramazanın sevincini birlikdə yaşamağı onlara arzu edirik.